Мама, проснусь, хочу кушать. Кушать хочешь? Сейчас. Wow. Ben asıyım Sabrina. Hı? Ben asıyım bu arada. Ben tortam. Ne? Maman ad günüdür. Ty, Bildim. ty kupić będziesz radukator Aha. i ty będziesz radowyczka. Chyba. Qızımla bir də səhər yeməyi yedikdən sonra başladıq noxudları təmizləməyə. Mən noxudları əvvəldən bişirib qoymuşdum xaladelnikə və sonra çıxartdım onu. Qızımla səhər-səhər onu qabığından ayırdıq. Belə işlər olanda verə bilərsiniz uşağa ki, o eləsin, barmaqları inkişaf eləsin. Burada aş pişirmişəm. Aşın qarasıdır və bu da aşdır. Aşın düzdür, yaxşı çıxmadı. Düyüsü nəsə xoşum gəlmədi. Düyü heç o deyildi. Tam belə dəndən çıxmadı. Amma olsun. Çoxdan da aş pişirmirdim. Özü qaralaş. Fikirləşdim, həm video çəkim. Shorts çəkmişəm. Düzdür, mükəmməl çıxmadı. Hələ birinci səfərdir ki, yemək videosu çəkirəm özüm üçün. Ona görə də məncə hələ ilk dəfə üçün pis deyil, yəni. Amma daha da yaxşı çəkə bilərdim, daha yaxşı pişirə bilərdim. Düzdür, burada qarası qəşəng çıxıb. Amma düyüsü xoşum gəlmədi. Məncə bu düyünün firmasından asılıdır. Çünki düyünü suda gözlədib eləmişdim, qəşəng yummuşdum. Ola bilər ki, nəysə düz getməyib. Yemək olar. Geçeydi. Özüm pişirmişəm yeməliyəm. Amma geçeydi yox. Burası düyü sadəcə tam belə dəndən olmadı. Açılma mı? Gəlmişəm marketə, indi bacım gilə gedəcəm. Bir dənə leys götürdüm bacım uşaqlarla, bir dənə çayla içməyə. Nəsə götürmək istəyirəm, ona baxıram ki, nə götürüm. Bəlkə paket götürüm biraz. Belə bir şey də var. 2 manata. Bir dənə də bir şey yeməyə almaq istəyirəm. Bizim şeyler içinde olan, bacım bir de 2 tane bir şey var. Onlar içinde. Bunlar nəlidir? Bir dənə bundan götürək, bir dənə də bundan götürək.
Bacım giden çıxdım. İndi geleceğim mağazaya, başqa mağazaya. Çünki paltar paraşoku qutarıb. Bir də bizdə su gələn aparatın daşı almaq lazımdır, daşı ölüb. Ne alacaqdım mən? Sap lazımdır mənə. Sap hardadır? Gülçin qarşıqlarda lazımdır. Burada yoxdur elə qarşıq. Gül torpağı. Gül torpağı satılır. Bu gül üçündür görürsən. Yox, gül üçün deyil. Gül üçün yoxdur. Orada var gül üçün torpaqlar. Tık tık tık. Götürdüm, həmişə oma alıram. Həmişə oma alıram, omadan xoşum gəlir, yaxşı yiyir. Gəlin, mağazadan aldıqlarıma baxaq. İndi axşamda əslində 2 dənə kraska almışam. Günorta aldıqlarımı da çəkəcəm indi. 2 dənə kraska almışam belə. Bu 7.3'dür. Endirimdə idi. Hazırda. Bu da 8.00'dır. Bunu padruqam üçün götürmüşəm. Amma bu mənimkidir. Saçımın rəngi dəyişmişəm. Biraz açmaq istədim. Bunu Araz marketindən aldım. Ümumi toplam qiyməti ilə də 13 manat 40 qəpik. Başqa şeylər də götürmüşəm. Baxaq bunlar nədir? Bir dənə Mr. Tom sivçikası. Özüm üçün təkcə çıtamaq üçün. Bunu Murad üçün götürmüşəm. Oğlum skirtesi xoşduyur. Hava indi soyuqdur, yağış falan yağırdı. Ona görə şokolad aldım. Dedim isti şokolad eləyərəm. Bir dənə saqqız götürdüm. Bunlar toplam elədi. Ümumi bunlar hamısı elədi 13 manat. 13 manat 40 qəpik. İndi isə bu alışverişimi çəkirəm. Bunu mən bağlamışam. Böyle satıcı bağlı. Baxaq. Birinci aldıqlarımı göstərim. Oy. Belə bir tulancaq almışam. Buna tulancaq deyirdik də deyəsən. Belə. Bilsə yəqin ki, tullanmaq üçün olan bir alet. Burada böyle bir şey de var. Bilmirəm işləyir ya yox. Onu indi uşaqlar açıb oynayanda göstərərəm. Uşaqlar üçün almışam. Parkda oynayarlar. Bir dənə belə bir sabun almışam. Uşaq üçün sabun. Sonra belə bir bint deyil bu. Yara bandı almışam. Qiyməti 20 qəpiyə idi. O gün lazım idi bizə. Başqa yerdəydim, işdəydim. Aldıq 30 qəpiyə idi aptekdə. Amma bu mağazada, bu əşyalar satılan mağazada, baxın nə qədər çoxdur. 20 qəpiyə idi, yəni qiyməti yaxşı olduğuna görə aldım. Onsuz da həmişə lazım olur. Uşaqlar bir də görsən yıxılır, bir də görsünüzdə lazım olur. Özüm üçün bir dənə naski aldım. Çox şirindir, xoşuma gəldi. 80 qəpiyə idi qiyməti. Sonra bir dənə Duracell batareyka aldım. Bunu da bu şey üçün almışam. Aparat
Bizdə bu su isitmə aparatı mı deyirlər, bilmirəm, onun üçün almışam. Bir də sancaq almışam. Bu da bilmirəm neçə idi, 20 qəpik falan idi. Sancaq lazım olur, paltar falan düzəltmək üçün. Bir də belə Omo paraşoku aldım. 6.50 olmalı idi qiyməti, səhv eləmirəmsə. Omo paraşoku xoş duyuram. Burada yazılmayıb deyəsən. Ha, burada yazılıb. Omo paraşoku 6.90, qiyməti 6.90-dır. 2 manat 80 qəpik ödəniş elədim bunların hamısını. Ən bahalısı aldıqlarım içində bu idi. Qiyməti 11 manat idi. Deyəsən qəpik yox idisə də. Baxaq burada. Duracell 11 manat qəpiksiz. 11 manat. Bu əslində uzun gedir, ona görə bunu aldım. Вот, смотри. Какой? Мой мод. Еще Еще пакетик. А я же тебе сказала, что 2 коробки. Еще пакетик. Еще пакетик. Еще пакетик. Kullanacaktı. Çek. У меня тоже есть. Aa, Murat getirsən hamburger eləyib. Böyle necə dadır. У меня тоже. И вот. Sen de hamburgerin var. Кушаем. Это тебе. Özün ye istəmirəm. Mən Candy Fest festivalına getmişdim, amma ora gəzmək üçün yox, çəkiliş üçün getmişdim. Bəzi firmalar var idi, orada çəkiliş olunmalı idi. Düzü fikirləşdim ki, bura uşaqları gətirim, amma sonra gördüm ki, orada həddən artıq insanlar var. Ona görə də fikirləşdim ki, yaxşısı burada gətirməyim. Həddən artıq çox uşaqlar və insanlar var idi. Yəni orada gəzmək mümkün deyildi. Biraz bazarlıq elədik uşaqlarla. Belə nə almışıq? Bir dənə Sabrinaya belə acılı çipsi, deyir acılı xoşlayıram. İki dənə banan uşaqlar üçün. Əslində bu 4 idi, Murat birini idi, bu tofitalardan. Bu ərikdir. Əslində marketdə burada vermişdim, biraz çəksin bizi. Amma basmayıb. Daha doğrusu basıb vermişdim, özü təzən basıb deyəsən. Neyse, bu ərikdir. Birinci səfər yiyəcək bu yay. Bu bizim alçalarımızdır. Bu da kartoşka. 86 qəpik eləyib. Hamısı ümumilikdə bir yerdə ödəmişik 8 manat 31 qəpik. Çok güzel. Osman böyle uşaqlar yiyəcək yoxsa yox? Nəsə düzəldik Murat? Nə düzəldik Murat? Bu nədir? Magazin robot. Magazin robot. Burada robot satırlar. Все? Bak,
Yəni belə gedirlər. Sonra bura çimən gedirlər. Buradan alırlar bunu. De baxın. Özü böyük robotlardır, hə? De bu. Onlar bu belədir. Kırdım. Yaxşı qurmamısan deyirsən.